İsmayılı rayonunda Instagram sosial şəbəkəsində başlayan və Vaz 2107 markalı avtomobildə davam edən bir tanışlıq 22 yaşlı Eldənizin 1 il yarıma yaxın həbsi ilə nəticələnir. Onun 15 yaşlı məktəbli Flora ilə qurduğu gizli münasibət polisin gecə reydi zamanı üzə çıxır. Hər şey Floranın Eldənizə sosial şəbəkədə mesaj yazması və gənclərin İsmayılı mərkəzində görüşməsi ilə başlayır. Münasibət irəlilədikdən sonra gənclər İvanovka kəndinə fotoşəkil çəkdirməyə gedirlər. Tanınmaqdan qorxan azyaşlı qızın təklifi ilə Eldəniz kənddə yanacaq doldurma məntəqəsi işçisindən 20 manata qısa müddətli kirayə ev götürür. Mağazadan Coca-Cola və cips alan gənclər həmin evə yollanırlar və orada ilk yaxın münasibət baş tutur. Münasibətlər növbəti aylarda da həmin evdə və Talıstan meşəsində davam edir. Saat 22:00 radələrində meşəlik ərazidə avtomobilin arxa oturacağında oturduqları zaman əraziyə yaxınlaşan polis əməkdaşları onları saxlayaraq şöbəyə aparır. Məhkəmə araşdırmasında Eldəniz əməlindən peşman olduğunu və qızın 15 yaşında olduğunu bilə-bilə onunla münasibətdə olduğunu etiraf edir. O həmçinin Floranın ona hələ İsmailliyə qayıtmamışdan əvvəl Məsim adlı başqa bir gənclə keçmiş sevgi münasibətindən və bəkarətinin pozulmasından danışdığını qeyd edir. Eldəniz qıza qarşı heç bir güc tətbiq etmədiyini və onunla gələcəkdə ailə qurmaq niyyətində olduğunu bildirir. Zərər çəkmiş Flora isə öz ifadəsində keçmişin qaranlıq məqamlarına toxunur. O 2022-ci ildə hazırlıq yoldaşının qardaşı Məsim tərəfindən spirtli içkinin təsiri altında evlərinin həyətində ilk dəfə yaxın münasibətə məruz qaldığını və qorxudan bunu ailəsindən gizlətdiyini bildirir. Bu sirrin məktəbdə yayılmasından sonra Məsimlə əlaqəni kəsən Flora sonradan Eldənizlə tanış olduğunu və onunla İvanovkada, eləcə də avtomobildə tamamilə öz istəyi ilə yaxın münasibətdə olduğunu təsdiqləyir. İsmayılı rayon məhkəməsi Floranın 16 yaşına çatmadığını bilə-bilə onunla yaxın münasibətdə olan Eldənizi təqsirli elan edir və onun 1 il 5 ay 28 gün müddətinə ümumi rejimli həbsxanada cəza çəkməsinə hökm edir. Cinayət işində adı keçən digər şəxs Məsim barəsində isə ayrıca araşdırma başladılır.